Martın 17-sində Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Malasakanyan bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin dırnaqarası müdafiə naziri, dırnaqarası ordunun dırnaqarası komandanı vəzifəsinə Ermənistanın o vaxtki prezidenti Serj Sarkisyan təyin edib. Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı məlumata görə Lyova Malasakanyanı dırnaqarası müdafiə naziri vəzifəsinə güya o vaxtki dırnaqarası prezident Bako Saakyan təyin edib. Əslində isə bu qanunsuzluğa Serj imza atıb. Deməli, 1-ci Qarabağ savaşında Azərbaycan xalqına qarşı qətliamlarda əli olan Sarkisyan da beynəlxalq axtarışa verilsə Azərbaycana ekstradisiya oluna bilər. Bunun üçün isə əvvəlcə Ermənistanla sülh sazişi imzalanmalı, sərhədlər açılmalı, nəqliyyatın hərəkəti olmalıdır. Sülh sazişinin mətni razılaşdırılsa da Paşinyan özünü anti-savaş ağ bayrağa bürüsə də, arvadının ləqəbi sülh göyərçini olsa da, Ermənistan silahlıları Azərbaycan ordusunun mövqelərini vaxtaşırı atəşə tutur. 2020-ci ildəki kimi səbir kasamızda olsa, tarixi ədaləti yenə özümüz bərpa edib Zəngəzur dəhlizini İrəvansız açmalı olacağıq.